Adam əgər bu qədər xeyir verirdisə, insanlara yaxşı məlumatlar verirsə, niyə bunu yəni dərsini soysunlar? Niyə? Bəli, niyə? Çünki istənilən cəmiyyətdə, istənilən formasiyada qəbul olunmuş əxlaq və siyasi hərəkat sistemi var. İnanc da demək istəyirsən. İnanc yox. Onsuz da insanlarda inanc var da. Bəli. Amma deyirlər, bax, buradan buraya qədərdir. Bundan o tərəfə ilə sənin işin olmasın. Məsələn, lap elə fərz edək də Füzuliyə gələk. Deyir ki, əndişə-i zat qılmaq olmaz. Bilmək bu yetər ki, bilmək olmaz. Əgər sən Allahın atributlarını gedib təhlil eləmək istəsən, Allahın necə bir məfhum olduğunu dərk eləmək istəsən, çaşarsan.